Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin. Habibihi ilahil alemin. Ebil Kasimi Muhammed. Allahümme salli ala Muhammed. Ve ala alihi tayyibin el ma'sumin. Ve la'netullah kavmi zalimin. İla kıyami daimi yevmiddin. Amma ba'd. Esselamu aleyküm cemiyen ve rahmetullahi ve berekatuhu. Maşallah. Bugün bir hadisi idamıyla mahsedim ki her il təqribən 40'inde bu hadisi danışıram. Həddindən uzun hadisdir. Bugün qismət oldu, xidmətinizi çatdırmayacağım. Amma ki hadisi başlayınca ki bazı mətləblər vardı ki, bazı zikirlər vardı ki biz başı düşmüyordu, amma ki onlara həddi nədir, sirri gizlətdir ki biz başı düşmüyordu. Gələk Peyğəmbər sallallahu aleyhi və səlləm cənabları və əyməlihimissalam nə verməlidir? Bizləri bəyan edir ki, əgər filan kər filan zikir eləsə, filan əməl eləsə, nədir? Savabı çoxdur, nabil müəllim. O cümlədən ki, biz bəzi vaxtı yoxdur, salavat eləyəndə yoxdur Peyğəmbərə, belə də soğuq deyir ərəbi, üzümü deyəm, şəxsin üzümü deyəm ki, amma ki, bərəkəti çoxdur ağam. Niyə bərəkəti vardı? Məndən yaxşı bilirsiniz ki, bir gün bir şəxs Kərbəlayı Peyğəmbərin məhzərinə gəlir ki, ya Rasulullah, övladım var dedi, xəstət dedi, kardır, kördür, azarı görüşelim sonra. Doktorlar mualiciliği bilmedi diye naerim dedim. Mualicisine de hacı. Dedi ki Peygamber sallallahu aleyhi ve sellem cenablar dedi ki filanı bir daha zikir edelim. Onunla evladı inşallah ki daha şefaat tapar. Dedi ki ya Resulullah dedi ki her vaxt ki buş oldu salavat məni göndər Allah Teala sana evladı şefa verəm. Bu xanım iman gətirdiniz, qəlbdən salavat deyəydi, qeytil övü çatanda görədi ki, övladı qabağını çıxadı. Dedi ki, anacan, mən şəfa tapmışam. Bu xanım nə elədi? Təəccüblü formada Peyğəmbəri qeyd etdi ki, ya Resulullah, siz mənə öyrətmişsiniz ki, zikri ki, övladım şəfaat tapsın. Mən bu zikri elədim, övladım şəfaət tapdı. Yanında olan əshablar, Peyğəmbərin yanında olan əshablar nə oldu? Hamı xoşhal oldular. Bu momentdə nə oldu? Cəbrail əleyhissalam nazil oldu. Dedi ki, ya Resulullah, sənə salavat göndərəndə o ki xəstə ki vardı, azarı vardı, şəfaət tapadı, onu tamam deyir deyədi. Bonusu da var, biz dilini desək. Dedi ki, bonus nədir? Dedi ki, hər kəs dedi, şiələrdən dedi, günahkar olsa dedi, Peyğəmbər və ali Peyğəmbər gül cəmanı salavat göndərsək, günahlarını harcım dedi, məhvliyəcəm. Allahümme salli ala Muhammed və ali Muhammed. Amma ki, hacı, güzel hədislərdən sizi xidmətinizi çatdırmaq istedim ki, Abu Xalid Kabuli sahabi var idi, İmam Zeynal Abidin əleyhissalam. Güzel sahabilərdən idi. Həddindən güclü sahabilərdən idi ki, İmam Zeynal Abidin əleyhissalam və İmam Bağır əleyhissalam nədir? Sahabilərdən idi. Ağanın güzel hədislərini çatdıradı ki, keçən illərdə xidmətinizi çatdırmışam. Bu günə bir mətləbin çatdırmaq istəyirəm. Bilirsiniz ki, İmam Zeynal Abidin əleyhissalam həm tarixi gətirib çatdırır Kərbəlanı və bəzi əxlaqi nöqtələrdə dua formada ya başqa formada nədir bizə bəyan eləyirdi. O cümlədən bu mətləbi deyirdi ki, ey insan, əgər günah eləsə, günahı təsiri vardı. Hər nə günah eləsə, onun təsiri vardı. Bizə hər bilir ki, fəqət bu təsiri biləyənəsə nədir? Toqa qiyamətdə qaladı. O dünyada yox. Bəzi əməllər var ki, günahlar var ki, həm bu dünyada cəzasını aladı. Neye göre İmam Aleyhisselam Kumeyl duasında bu arada Kerbalayı Allahümme gfir liyaz-zunubelleti tahbis dua.
Yəni ki, ilahi məni bağışla o günahlarımı ki, duanın qabağını aladı. Və tuayyirun ni'am. O günahları ki, bağışla ki, mənim nemətlərim nə vardı? Qabağını aladı. Və başqa şeylər, günahlar vardı ki, ağı sayadı. O cümlədən İmam Zeynal Abidin Əleyhisselam güzel hədisində bu arada ki, ya Abu Xalid, əz-zunubəlləti təkşiful qita Kərbalayım. Əgər iştibah olsa, mətləbi deyərsin mənəm. Ağa dedi ki, o günahlar ki var ki, ağam, insanın eyiblərini ağrı açıq-aşkar elədi. Hansı günahlardır? Eyiblər ki vardı insanda açıq-aşkar elədi. Bilirsiniz ki, İslamda heç vaxt beyanmır ki, insan üz eyiblərini danışsın. Həmişə nağın dedi, gizlətün günahlarınızı deyər. Nəyə görə? Allahı nədir? Lütfüd ki, nədir? Səttarul uyubdur deyədi. Allah Teala eyibləri gizlətənlərdən deyədi. Ona görə İmam Zeynal Abidin Əleyhisselam dedi ki, ilahi mənə iki xasiyyət ver deyədi. Birinci nə deyədi? Eyibləri gizlətənlərdən ver deyədi. Eyibləri gizlətim. Cəmaatı eybin danışmayın deyədi. Kim istədi olsa deyədi. Hətta Yahudi olsa, filan kəs olsa deyədi. Eyiblərin gizlətin deyədi cəmaatıdır. Eybi axtarmayın deyədi. Və o mömindir ki, əgər deyədi eybin danışsa, İmam Sadiq Aleyhisselam bunu parisat elədi. Qalə Mevlana İmam Sadiq Aleyhisselam la yenbəğil lil mu'min en yadhillə nəfsə. Möminə yarışmaz ki, üz məcələ ki, eyiblərin cəmaatı çatdırmaya deyədim. Həmişə nağır ündədir, dua ündədir. Allah'tan dua ki, ilahi həm bu dünyada məni eybimi gizlər, həm ahirətdə. Necə ki, İmam Zeynal Abidin Aleyhisselam böyle dedi ki, Allahümme la tafdahni yevmel qiyamə ala ruusil əşhad. İlah pərverdigarı qiyamət günündəki o şahidlər gəlcilər, məni eybləmi olan qabağında hətta gizlət deyədim. Bir gün Peyğəmbərə gəlib dedilər ki, filan kəs ölüdür. Filan kəs ölüdür. Gəldi Peyğəmbər, hamısı başladı nağırmağa, dedilər ki, bu adam köş adam deyil vaxtində. Hələ moment gəlmişdi Peyğəmbər namaz qılıb bilməyirdi ki, Kərbəlayı. Bu meyit namaz qılıb bilməyirdi. Hələ axırı bir ay yaşlıq danışın bu insan ki, yaşlılığı var idi, yox idi ki, ya Rasulullah var idi, nə idi? Yaşlılığı bir gün dedi, mən işimi də həll et deyədi, dedi ki, bəsdir deyədi. Əgər sənə problemi o həll edir, namaz qılı deyədi. O meyit üçün deyədi. Ona görə nə vermək lazımdır? Həm işini axtarın nədir? Yaşlılığı. İnce ki İmam Zeynal Abidin Aleyhisselam İzâ suni'al ileyke ma'rufen şuruhu. Her zamanki yaşlılığı gördünüz, onun çatdırın deyədi. Yaşlılığı çatdırın deyədi. Hətta bir də yaşlılığı görsə, kifayətçilik gizlətin deyədi. Yaşlılığı deyin hacı. Amma ki İmam Zeynal Abidin Aleyhisselam dedi ki, indi ki ey insan, mən sizə abraşat sənəm üzümü dedim. Ey insan, əgər günah eləsə, üzvü danla. Bu günahlar sənin ağacıdır, eyiblər var ki, ha sən gizlət. Sən bu günahı eləyirsə, eybi açılacaqsa. Ey insandır, üzvü danlı deyədi. Əgər bu günahı eləsə, Kərbalayı eyibləri sənə açılacaq deyədi. Dedi ki, ya bunlar Rasulullah nə günahdılar ki, mən bunu eləsəm, məni Allah Teala eyiblərmə açacaqdır. Birinci sayadı ki, Mevlana İmam Zeynal Abidin Aleyhisselam, Ali ibn Hüseyin Aleyhisselam, birinci ki, el-istidaneti bi gayri niyetil edam. Aktual temalar bir gün etkidir. Kərbalayım. Əgər bir insan filan kəsdən burc alar, pul alar, niyyəti bu olar ki, pulu qaytarmamaq deyədi. Bu Allah'tan arıdır, eyiblərini açadı. Nə də olsa da, necə şəxsiyyət olsa deyədi, Allah Teala bu insanlar arıdır, eybini açıdı. Hətta dedi, mücahid olsa, Allah yolunda cihad edən insan olsa, cənnətin nədir? Qapısı bağlıdır. Bir gün İmam Sadiq Aleyhisselama ərz edərlər ki, yabna Rasulullah, eşitmişik ki, Peyğəmbər dövründə bir şəxs var idi, ənsarlarda mücahid idi, Allah yolunda muharibləmişdi dedi. Amma ki, cənnətdə elişim qalmışdı qapısında, dedi ki, bəli, dedi, elişmişdi, dedi, həddindən müsibət elişmişdi, dedi. Nəyə görə? Dedi ki, o ki, mücahid ki, Allah yolunda şəhid olmuş, dedi, Yahudini 2 dinar almışdı. Ta o zaman ki, o dinarları qaytarmayacaq, bu insan kimi namaz qılmadım, dedi Peyğəmbər. Görürsə, həddindən dedi. Ailə ki, məsələn ki, borc almayı barəsində başqa ailələr yoxdur. Məsələn ki, namaz barəsində, oruc barəsində,
hac məsələsində, amma ki, burc məsələsində Allah Taala narəni dəstədən gətirər burc məsələsində deyədim. Əgər bir insan filan kəsdən pul alsa, o insanı bilirsə kimi şəbihlədir oğruya. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm ağa buyurdu ki, oğrunun da 3 tane nişanəsi var dedim. Birinci oğru nişanəsi budur ki, dedi, əgər insandan burcu alsa dedi, burcu qaytarmamaq. Bu insan nədir? Oğru dedi, dində deyədi. Bu bir. Bəs birinci ki, eyibləri Allah Taala açanlar, nədir? O günahlar nədir ki, bir insanın ki, niyyəti olar dedi, alar borcu heç kəsə qaytarmaz dedi. Dedi ki, ya buna Rasulullah. İkincisi nədir? Bu biraz ağır ikincisi. Xətirli deyilməsi, ağa buyurur ki, vəl israfin nəfəqəti aləl batil. Əgər bir insan öz malın, dövlətin, hər şeyin dedi, haram yolu xərcləyədi. Haram toylara, haram məclisləri eləyədi. Filan kəs eləyirdi, mən nə artığın yerim var məndən deyədi. Mən də gərək o kimi eləməliyim dedi. Filan kəs filan haram iş eləyirdi, mən işin dalla qalmayam. İmam Zeynəb abi dedi ki, bu insan nədir? O da günah dedi ki, Allah Taala eyblənir deyədi. Bir gün Əmir Əli əleyhissalamın dövründə bir şəxs var idi, kasıb idi. Bacarığa qədər nə var? Dəvə kəsdi, qurban kəsdi, gətirin verdi qoşusuna. Qoşusunun xoşu gəlmədi, dedi sən belə eləyirsən deyədi. Bax mən nə varim deyədi. Bir da dəvə, 3 da dəvə, hətta rivayətlərə gəlmiş çatır, 100 da dəvə çatdırdı, kəsdi. İmam Əleyhisselam dedi ki, bu dəvələri ki kəsitdi, heç birisi nədir? Qabul deyil deyədi. Çünki nədir? Haram yolunu şeydir, israf edir deyədi. Amma ki, əgər insan xeyri işə əl atsa, xərcləsə, nə də xərcləsə nədir? Az deyil. Xərclüyün deyədi. Bir gün İmam Rıza Əleyhisselam iştibahlənirsə, Məmun lənətullah hədiyyə günləri, həddindən çox hədiyyə günləridir ki, İmam Rıza Əleyhisselama dedi ki, ya buna Rasulullah bu hədiyyə səndə. Ağa nə verdi? Hamısını verdi, verdi. Kasıb, küsubu deyədi. Dedi ki, sən israf eləyirsən, dedi ki, ağa nə dedi ki, la sələfə fi xeyr dedi. Xeyr işlərdə heç vaxt dedi, israfçılığı yoxdur dedi. Ona görə Allah Teala buyurdu, yusariuna fil xeyr dedi. Xeyr işlərdə nə üründədir? Tələsin dedi. Heç kəsin dalı qalmayın deyədim. Bu iki. Üçüncüsü, Yabna Resulullah nədir? Ağa buyurdu ki, vəl buhlu aləl əhli vəl vələdi və zavil ərham. Üz qohumunu baxmayadı. Sadaqa lazımdır verməyə, kim çatdırır filan kəsləri, amma ki yanındakı qohumu vardı, mirası vardı. O vermək lazım, aparım verər kimə? Başqasını verər. Toy birinci nədir? Ailəsindən başlamalıdır deyədi Allah Teala Quranda da. İmam Zeynal'ın işarə ki, ailədən başlayır. Görür ki, sənin də qohum, əqraba kasıbdır, ehtiyacı vardı, başqasını vermə deyədi. Bir gün bir şəxsi gətirirlər Peyğəmbəri yanına, deyirlər ki, ya buna Resulullah filan kəs ölüddü. Peyğəmbər namazını qıldı o meyitçi. Sonra deyirlər ki, ya buna Resulullah bu insan heç bir malın dövləti, üz övladı ki, qoymadı, başqaları Allah yolunda verdi. Dedi ki, əgər tez deyilsə, mən bu üçün namaz qılmaz edim deyədi. Tezdir mi? Bu insan için nədir? Namaz qılmaz edim deyədim. Bu ki. Bəs bəhsimiz neydəndir ki, o günahlar ki, əgər insan eləsə, insanı Allah Teala eyblənir çağırır. Birinci nədir? Bir burcu alar, kedatlama formasında. İkincisi budur ki, insan haram yollarda pulun xərcləyər, həddindən çox. Və üçüncüsü ki, üz ailəsinə nə verər? Jumutluq eləyər deyədir. Dedi ki, ya buna Resulullah dalşı. Ağa buyurdu ki, dalşı yaxşı. Deyədi ki, dalşısı budur ki, əgər insanda deyədi, bu xasiyyət olsa deyədi, başa nədir? Ya buna Resulullah dedi ki, su'ul xulq. İnsan bəd-əxlaqlar. Əxlaqı güzel olmaz. Hər insanla nə güzel rəftarı olmaz dedi. Kim nüsrəti danışadır, kobud formada danışadır. O insanın ki, hacı, əxlaqı olmasa, hər bilir ki, insanın dini yoxdur. Toyda fundamenti yoxdur. Dedilər ki, bir gün İmam Sadiq Aleyhisselam buyurdu ki, filankə xanım namaz qılardan da ibadətlərdən dedi ki, əxlaqı necədir? Dedi ki, əxlaqını soruşmasa Allah. Sənə qurban olmasa, əxlaqını soruşmadı. Müsibət əxlaqsızdır bu xatın deyə. Dedi ki, əgər insanın əxlaqı olmasa, hər bilir ki, dedi, övü dedi, belə qiyamda övü dedi, binəsidir bir insanı. Əgər insanın hacı əxlaqı olsa deyədi, Peyğəmbər sallallahu aleyhi ve sellem haber dedi ki, səhərsi günü sizə yaxın mənə olmağa dedi, əxlaqlı olun deyədi.
əxlaqlı kim istədi olsun, istədi Yahudi olsun, başqa millət olsun yəni. Əgər bədəxlaq olsa, hətta Peyğəmbər bu rivayət edirəm, həci bu rivayət məni təsirləmişdi. Vallahi billahi. Bu hədisi məsəl rivayət edir ki, Səad ibn Muaz böyük sahabelərdən idi. Səad ibn Muaz müsibətdir. Əgər qardaşlar var desinlər ki, Səad ibn Muaz hələ sahabə idi ki, hətta Cəbrail əleyhissalam nazil olmuş ki, meyit namazı qılmaya. Çatdırdılar ki, ya Rasulullah, Səad ibn Muaz dünyasını dəyişib. Dedi ki, Peyğəmbər tez elədi, əcələ tələsdi ki, bu işi namaz qılmaya, meyit namazı qılmaya. Hələ tələsdi ki, hətta rivayətlərdə 70 ta mələk nazil oldu ki, buna ki, Səad ibn Muazı namaz qılmaya. Hadisəsi necədir? O zaman ki, Peyğəmbər xəbər çatanda ki, Səad ibn Muaz dünyasını dəyişdi, Peyğəmbər hər şey elədi. Meyit qusulunu verdi, kəfəninlədi, meyti qəbirə qazdı, meyti bastırdı. Anası geldi ki, mərhəbən. Sənə xoş halı dedi ki, ya Səad, cənnət sərçilədir, halal olsun dedi. Peyğəmbər ki, saxla. Bu rivayət edim xanımlar ki, bir hədiyyədir sabahı görəm. Ha. Dedi ki, Peyğəmbər dedi ki, saxla xanım. Sən xoşhal olma. Bu işləri mən görmüşəm dedi. Nisbətlə mən bu tabutu tutmuşam. Cəbrail əleyhissalam tutdu bu tabutu deyədi, baxma deyədi. Nəyə görə? Səad güzel adam idi. Həddindən güzel idi, mücahid idi. Birinci cərgələrdən bir problemi var idi dedi. Elişit bu problemi dedi. Dedi ki, ya Rasulullah problemi var idi. Övdə dedi, üzün yaxşı aparmaydı ailəsinlə. Üz xanımlarını yaxşı aparmaydı dedi. Cəmaatın canı idi. Övə gəlib çatanda vay. Bu güzel əxlaq barəsində hacı həddindən hədislərimiz vardı ki, əgər hətta insanda necə deyirlər ki, namaz qılmasa, oruç tutmasa, güzel əxlaq olsa hidayəti bu insan çox yaxındır, həddindən yaxındır. Nəyə görə? Bir gün Peyğəmbər bəzi insanları əsir tutanda hökmləmişdi, ukaz vermiş ki, bu insanları Əməli Kərbəlayı öldürməlidir. Ukaz gəldi, 100% ukaz gəldi, öldürməlidir. Öldürməlidir. Gəlib çatanda filan kəsə Cəbrail nazil oldu. Dedi ki, ya Rasulullah saxla. Saxla filan kəsi öldürmə. Dedi nədir? Dedi ki, filan kəsi öldürmə. Çünki bu insanda 5 ta xasiyyəti var deyədi. 5 ta xasiyyəti var. Dedi ki, ya axı nədir bunun xasiyyəti? Cəbrail əleyhissalam nazil oldu. Deyədi Peyğəmbərə. Peyğəmbər dedi ki, filan kəsi öldürməyin deyədi. Bu İnsan soruşur Peyğəmbər, ya Rasulullah, hamısını şeylədi, öldürdü, eydamladı, deyir. Məni işi saxladı, deyir ki, səndə 5 ta xasiyyət var ki, deyir. Onları görə Allah Taala saxlayıb dedi ki, yəni o deyir, mən 5 ta xasiyyəti məndən başqa heç şey bilmir. Dedi ki, o 5 tanədən biri deyir, səndə gözəl əxlaqı var dedi. Hamısını yaxşısın dedi. Bu bir. İkincisi nədir? Səndə də qeyrətu var dedi. Qeyrətu var dedi. Üçüncüsü nədir? Sən şedir adamsan deyədi. Və sən nədir? Mucizmin adamsan deyədi. Bunu görə Allah Taala deyədi, bizlərə əmr elədi ki, səni edam eləməyi. Pəs dördüncü ki, günah ki, insanın eyiblərini açadı. Əgər insanda güzel əxlaq olmasa, bu səbəb oladı. Beşincisi ki, səbəb vardı ki, insanlara eyiblərini açıladı. İmam Zeynəl Abidin insan bu arada ki, və qilləti sabır. Əgər bir insanda səbirsiz olsa deyədi, səbir olması deyədi. Bu səbəb olar ki, insanlar da eyiblərə açılsın deyədi. Bir xanım İmam Sadiq aleyhissalamın məhzərini çatadı ki, deyir ki, ya ibn Rasulullah, bir övladım var ki, deyir, səfərdət deyədi. Nəğərim deyədi. Ağa deyədi ki, səbirlə. Səbirə axırı yaxşıdır deyədi. Yaxşı səbirlərəm. 2 gündən sonra yenə deyir, ya ibn Rasulullah, övladım gəlmədi. Ulan bir övladım var ki, gəlmədi. Nəğərim dedim. Dedi səbirlə. Dedi ki, haraya səbirlə? Buraya gələm çatdı səbirim dedi. Onda İmam Sadiq aleyhissalam dedi ki, qeyd dedi, övladı nədir? Övdət dedi. Çatıbdır, övdət dedi. Yəni sağ salamətdir. Bu ki, xanım ki, gələm övü görəndə ağam, övladı nədir? Övdət dedi. Bu xanım şəkki düşür, şübhə düşür. Udivlətçilər bizi dinləyirsə. Yoxdur, udivlətçilər ki, məgər İmamı vəhiy nazil oladı. Bildi ki, mən övladım övdət deyə. Gələk ağanı yanına. Nabil müəllim. Ağanı yanına dedi ki, ya ibn Rasulullah. Məgər sizi vəhiy nazil oladı dedi. Vəhiy nazil ümumiyyət dedi. Peyğəmbərdən eşitmişəm ki, hədis ki,
Her zamanki eğer insanın səbri gəmur çatsı deyədi, iş həllidir deyədi. Gördüm ki, sənə səbri gəmur çatdı deyədi, sənə işin adı həlli deyədi, gəmi çatdı deyədi. Bir adi rivayət dedəm, xanımlar bir hədiyyədir. Səbir barəsindədir ki, əgər bu rivayəti əməlləsə, ağam təlaqlarımız azalacaq deyədi. Bu güzel rivayətlərdəndir. Bir gün vəzir var idi. Yaxşı vəzirlərdən idi. Yolun azmışdı. Yolun azmışdı. Gəlin görədi ki, yolun şeyləndə azanda, gəlin görədi ki, bir xeymi vardı, hacağam. Xeymi daxillədi. Daxillədi. Görədi bir xanımdır, güzeldir, cavandır. Dedi ki, ona qoyarsa dedi, olmaz dedi, haram deyədim. Bir xeymədə iki adam olma yanıma, naməhrəm olmaz deyədi. Əgər olmazsa deyədi, sudan, süddən nəsə var dedi ki, su var deyədi, vermərəm deyədi. Süt var, sütü verdim deyədi. Dedi, nişin deyədi, su deyədi, yoldaşımın deyədi, süt mənim deyədi. Üzü haqqımı sənə halallıydım deyədi. Əsmə deyəndim. Rəzim. Bu ki, Əsmə ki, sütü içdi, gördü ki, biraz necə ki, kişi gəldi, qarı formada, belə kobud formada, əxlaqsız formada. Nə salamı vardı, nə kəlamı vardı, heç bir şey eləmədi. Belə quru formada daxil oldu. Əsməri xanıma abraşat elədi. Bax, bu rivayəti xanıma diqqətləsinlər. Əsməri şeylədi, abraşat elədi xanıma ki, dedi ki, sən bu gözəlliyinlə, camallığını deyədi, cavanlığını deyədi, bu ki, qara, evcər, kabud bir insanı necə yolu versin? Ver yolu gitsin də, talağın ver dedi. Əsməri səndən mədə uzaq olsun bu sözlər dedi. Mən səndən acidat eləməzdim bu sözləri deyərsən. Məgər dedi, bax hədisə. Məgər dedi, Peyğəmbərdən eşitməmsə hədis dedim. Dedi ki, nə hədisdir? Əl-iman nisfan. İmanın iki qanəti var deyədi. Əgər əhli iman olmaq istəyirsən, uçmaq istəyirsən imandan, gərək bu iki dənə səndə olmalıdır. Dedi ki, Əsmə soruşur ki, ya xanım bu nədir ki, nə hədisdir? Dedi ki, o Peyğəmbərini eşitmişəm ki, imanın iki qanəti var dedi. Biri nədir? Səbir dedi, ikinci nədir? Şükür dedi. Mən deyədi, bu yoldaşımın müqabilin kəbudluq formasında rəftar elədi. Səbirəm deyədi ki, şükür dedim ki, mən bu nədir? Səbri verdi deyədi. Bunu görə nədir? Yolu verdim deyədi. Əgər bu xasiyyət bizi xanımlarda, kişilərdə də olsa nədir? Çox gözəl olardı deyədim. Bəs beşincisi ki, məsələn, insanın eyibləri nə açadır? İnsanlar nədir? Səbirsiz olmağı deyədim. Dedi ki, yəbnə Rasulullah, altıncısı nədir? Altıncısı budur ki, ağa İmam Zeynul Abidin Əleyhisselam idamə edir ki, 7 dana günahdır deyədi, altıncısını gəlib çatdırdı. Ağa burada ki, vəstə'mal, zəcr vəl-kəsəl deyədim. Əgər insan hər bir tərəfdən, hər cəhətdən tənbəllik eləsə deyədi, Allah Taala nə aradı? Eyiblərini açat deyədi. Toy İslamda parisat deyədi ki, o insanlar tənbəldir. Hər bir cəhətində. Aktiv insanlar deyədi Peyğəmbər, İslamımız deyədi. Bax, rivayətləri, histori, tarixi var. Hər bir cəhətində Peyğəmbər nədir? Birincidir. Cihadda Peyğəmbərdir. Öncəki İmam Əleyhisselam nə deyədi? Bədir müharibəsində ya Uhud müharibəsində deyədi? Peyğəmbər hələ qabaqda idi ki, biz də arxada idik deyədi. Peyğəmbər hələ qabağa idi ki, hər şeydə də Peyğəmbər qabağı idi. Hətta məsələn Praqulqi çıxanda yoxdur Kərbalayı Peyğəmbər birinci idi deyədi. Asır rivayətə, o zamanki bilirsiniz ki, bir gözəl hədislər, rivayətləri var ki, paxılı çıxmışlar, hamısı getdilər filan ət gətirməyə, su gətirməyə, Peyğəmbər nə vardı? Taxtı gətirməkdir, uçandırmağa görə yoxdur. Toyda hər bir cəhətdə nədir? Hətta müəzzəm rəhbəri Allah rəhmət eləsin, ağanın ruhu şad olmağa salavat. Allahümmə salli ala Muhammed ali Muhammed. Ağa da təkidlədir ki, həmişə şiələrimizdə olsa deyədi, aktiv olsa deyədi. Passivni obraz жизни hacı aparmasına deyədi. Bir gün İmam Sadiq Aleyhisselamın hacı məhzərinə gəldi, işləməməyə görə tənbəllik eləməyə. Dedi ki, ya buna Rasulullah bir şeydən verdi, büdcətdən pul vermədi biraz da. Dedi ki, olmaz deyədi. Deyən işin dedi. Sən qulu olmadı, başı vardı. Başı mal daşı deyədi. Bu bir. Birisi gəldi ki, ya buna Rasulullah şeylə ki, məş dua elə ki, işim düzəldi. Dedi ki, nə iş var? Dua eləməyir. Git də tərpən deyədi. Bəs insanın deyədi, tənbəllik baş vursa deyədi, insanın eyiblərini aradı. Açıq aşkar olar deyədi. Və axırıncısı
ən axırıncı tamamlayıram. Ağa buyurur ki, "Vel istihanatu bi ahli din." Bu güzel hədislərdəndir. Axırları xoşum gəldi, özümə də yoxdur. Əgər bir insan din qardaşlara ya dinə nüvajeni göstərsə deyədir, hər bir cəhətdən deyədir, Allah Teala bu insanlar hərcət deyədir, eyblənə açıq deyədir. Hansı kimi? Bir gün Sa'lab ibn Hatib var idi Kərbəlayı. Sa'lab ibn Hatib sahabilərdən idi. Bax dini əgər səhlənkarlıq, xalatla atlasısə, Allah Teala bu günü qoyadı Kərbəla. Allah bizi uzaq eləsin. Sa'lab ibn Hatibi peyğəmbər yanına gəldi, ya Rasulullah. Mən kasıbam deyədi. Həddindən kasıbam. Dua edir ki, dövlətli olum. Ağır git, iş alacağım da başqa iş gör. Yox dedi, istəyirəm dövlətli olum ağam. Ağa dedi ki, yaxşıdır. Dua edirəm dedi. Dua edirəm dedi. Bu uladı Sa'lab nədir? Dövlətli uladı. Cemaat namazı bıraxadı. Cemaat namazından başqa bizi kimi cuma namazları bıraxadı. Cuma namazından başqa bütün başqa namazlar şeyləri bıraxadı. Bütün namazları bıraxanda nə olur? Murtəd oladı. Tatlı sepini yoxdur. Peyğəmbər vay Sa'labə halına. Vay Sa'lab. Nəyə görə? Çünki bir ay hökmü nədir? Qabağında xalat natlasisidir. O zaman ki Sa'labi oğlu dəvələri var, qoyunlar var, bağışlayır. Zəkat forması gələndə, hökmü gələndə Sa'lab deyir ki, bizdə yoxdur bu şeylər. Dində bir şeylər yoxdur. Bu nədir? Dinin adı ahanətləməkdir. Bəs bu 7 day insanda əgər kaçısı olsa deyədir, Allah Taala lüboy formada nə qədər insanda evlənir çekidir. Allaha and verim, izzət cəlalını xatir bizim həqiqi şiələrdən qərar versin inşallah.